Salam əziz müdavimlər. Bugün birinci bölümü olan hüquqi savatlıq bölməsinin birinci fəslinə aid mövzudan başlayacaq. Yəni kurikulum nə deməkdir? Birinci bizim ilk mövzumuz olacaq bu. Kurikulum nə deməkdir? Kurikulum nədən bəhs edir? Baxın, kurikulum zaten ilk burada geniş formada izaha verilib. Nədir kurikulum? Təhsil proqramıdır. Təhsil proqramı nədir? Yəni təhsilin məzmunu, təşkili və idarə olunması, qiymətləndirilməsi, bütün təlim-tədris prosesini özündə əks etdirən bir tədris modelidir, tədris proqramıdır, tədris planıdır. Yəni, şagird nəyi öyrənəcək, necə öyrənəcək, hansı prosesdə öyrənəcək, nə nailiyyətlər əldə edəcək, bu nailiyyətlərin nəticəsi nə olacaq, bu ümumiyyətcə bu keyfiyyət olaraq və kəmiyyət olaraq tədris təhsil prosesinə necə əks olunacaq, bundan bəhs edir. Bunu mən öz başa düşdüyümüz dildə sizin üçün izah etsəm, bu nə deməkdir? Tutaq ki, biz ibtidai sinifdə riyaziyyat fənnini tədris edirik. Uşaqlara öyrədirik 10 dairəsində toplama və çıxma. Şagirdlər dedik təhsilin məzmunu, təşkili qiymət. Məzmunu nədən ibarətdir? 10 dairəsində toplama çıxma hesab əməlləri. Düzdürmü? Təşkili, yəni necə öyrənəcək, nə tərzdə öyrənəcək, yəni hansı formada öyrədəcəyik, biz bunu çubuqlarla mı öyrədəcəyik, barmaqlarla mı, çöplə mi? İndi bunu ibtidai sinif müəllimləri daha yaxşı bilir. Və qiymətləndirilməz. Biz bilirik, birinci sinifdə qiymətləndirmə yoxdur. Yenə formativ qiymətləndirmə kimi nəzərə alsaq və ya təlim nəticəsi kimi nəzərə alsaq, təlimin əvvəlində biz məqsəd qoyuruq toplama çıxmanı öyrətmək, təlimin nəticəsində toplama çıxmanı bilir, başa düşür, aydınlaşdırır və bu sahədə olmalıdır, bu aspektdə olmalıdır. Yəni, şagird öyrənəcəyi məzmun nə öyrənəcək, necə öyrənəcək, sinif daxil aparılan proseslər, qiymətləndirilməsi də son nəticədə. Yuxarı siniflərdə biz təlimin nəticəsini KSG və BSG-lərlə yoxlayırıq. Yəni, son nəticəni nə əldə etdi? Müəyyən imtahanlarla, suallarla biz yoxlayırıq. Amma bizim ümumi başa düşməyimiz nədir? Kurikulum bizə tədris prosesini, təhsilin məzmununu, təşkilini, qiymətləndirilməsini izah edir. Baxın, kurikulumun UNESCO-nun keyfiyyətli kurikulum üçün aşağıda deyir meyarlar qoyub. Kurikulumun aydın məqsədləri olmalıdır. Yəni tədris proqramının məqsədi olmalıdır. Bizim tədris stilimiz nəticə yönümlülüyə belə deyək, nəticə yönümlü tədris prosesidir bizdə, təlimdir, tədrisdir, kurikulum bizdə nəticə yönümlüyə əsaslanır. Bugünün tələblərinə cavab verməsi. Bilirik ki, 2026-cı ildə məsələn süni intellekt partlayış nəticəsində çox yayıldı. İstər şagirdlər, istər müəllimlər tərəfindən geniş istifadə olunur. Yəni bizim tədris etdiyimiz proqram günün tələblərinə uyğunlaşmalıdır. Yəni biz məktəbdə hal-hazırda informasiya texnologiyaları vüsət aldığı dövrdə biz durub ənənəvi təlimdən istifadə edə bilmərik. Bu gün və gələcək üçün həyatlar, təcrübə istəklərinə uyğun. Yəni bizim tədris etdiyimiz proqram şagirdin gələcəkdəki ixtisas seçiminə də təsir eləməlidir. İxtisas seçimini seçdikdən sonra həyat yolunda çalışarkən, əmək fəaliyyətində biz şagirdə məktəbdə əvvəlkilər kimi sadəcə bilik aşılamırıq. Biz şagirdlərə həm də nə aşılırıq, əziz müdavimlər? Bacarıqlar, dəyərlər, ondan sonra vərdişlər, hansı ki məktəbdə öyrəndiyi minimum biliklər hamıya lazım olur. Məsələn, məktəbdə ölçü, belə deyək, sahə öyrənən şagird gedib riyaziyyat müəllimi olmasa da bir ustad olsa çənin həcmini, yəni silindir formalı bir çənin həcmini hesablayanda riyaziyyatdan istifadə edir. Fizikanın elementar qanunlarını bilən bir ata evdə elektrik avadanlığı sınanda onu təmir edir. Yəni bizim məktəbdə öyrətdiyimiz dəyərlər, keyfiyyətlər, meyarlar, təlim onların həyatında da öz əksini tapmalıdır. Yaşadığı ölkənin tarixini, mədəniyyətini, sosial-iqtisadi baxımdan nəzərə almalıdır və şagirdlərə firavan gələcək qurmaq üçün dəstək olmalıdır. Yəni, Azərbaycanda tədris olunan tədris proqramı Azərbaycan mental dəyərlərinə uyğun olmalıdır. Yəni, biz şagirdlərə tərbiyə, təhsil, əsasən də təhsil verərkən Azərbaycan sayağılığı unutmamalıyıq. Kurikulum ədalətli, inklüziv olmalıdır. Bəzən inklüziv sözünü bizim müdavimlər eşidəndə belə başa düşürlər. İnklüziv şagird xüsusi qayğıya ehtiyacı olan şagirddir. Lap belə biz bunu lap kobud dildə desək, müəyyən fiziki məhdudiyyətli şagirdlərdir. Əqli geriliyi olan, oxuma çətinliyi olan, disleksiyası olan, autizmi olan və s. Xeyr, inklüzivlik artıq o anlayışı kəsb etmir. İnklüzivlik, yəni
fərdi yanaşma, xüsusi yanaşma. Xüsusi istedadlı şagird üçün də biz inklüziv yanaşma tətbiq eləyə bilərik. Orta statistik şagird üçün də və ya fiziki qüsurlu, fiziki məhdudiyyətli uşaq üçün də. Şagird yönümlü olması. Yəni uşağın marağına, ehtiyacına, tələbatına yönəlməsi. Bunu dediyim kimi bizdə bir çox terminlər var ki, əslində biz onu sinifdə tətbiq etdiyimiz halda mənası bizim üçün qəliz qalır. Şagird yönümlü olması nə deməkdir? Bəzən bunun müəllimlərimiz belə dırnaqarası qiymətləndirir ki, uşağa görə dərs keçmək. Xeyr. Şagird nəyə maraq göstərir, necə öyrənir? Biz indi bilirik ki, 21-ci əsrin, bu 2020-ci ildən sonra bu bəzi sosial şəbəkələrin, qısa videoların, qısa mətnlərin yayılması uşaqlarda diqqət dağınıqlığına səbəb olub. Yəni biz oturub şagirdə 1 saat dərs dikt eləsək, təkcə bu şagird üçün deyil, əziz müdavimlər. Universitetdə təhsil alan tələbələr üçün də bu keçərlidir. Magistr oxuyan, doktorantura müdafiə edən insanlar üçün diqqət odak səviyyəsi, diqqət səviyyəsi o qədər azalıb ki, biz çox tez-tez uşaqlara diqqət uyarıcıları göndərməyə, diqqətini tez-tez sinifin idarə olunması özümüzə cəlb etməliyik. Yəni şagird yönümlülük budur. Uşağı ələ almaq, uşaqla işləməyi bacarmaq. Açıq, çevik olması, yeniliklərə inteqrasiya. Yenə dediyim kimi, süni intellekt bilirsiniz də, bu illərim mənim bir çox tanıdığım magistrantlar və mən özüm də müdafiə işi yazıram onlar üçün. Bəziləri süni intellektdən istifadə etmişlər və plagiatlıqdan o keçmədi. Və bizim şagirdlərdə dərslərin öyrənilməsi süni intellektdən artıq istifadə edirlər. Düzdür, süni intellekt bizlərdə tarix kimi, Azərbaycan dili kimi didaktik materialların toplusu lazım olan fənlərdə ehtiyac daxilindədir. Ancaq müəyyən fənlər var ki, onu formal şəkildə öyrənmək olmaz. Kurikulum ardıcı olmalıdır, əlaqəli olmalıdır. Ardıcıllıq, əlaqəlilik deyəndə nəzərdə tutulur. İllər, ondan sonra pillələr, səviyyələr, inteqrasiyalar hamısı bir-biri ilə nə olmalıdır? İnteqrativ olmalıdır, əlaqə olmalıdır. Hər bir müəllim tədris etdiyi fənnin kurikulumunu, yeni tədris proqramını, fənnin məqsədini, vəzifəsini, tələbini, məzmununu, təhsili səviyyələri, İbtidai, məktəbə hazırlıq, ümumi orta, tam orta səviyyələr üzrə təlim nəticələrini, təlim nəticəsi çox önəmlidir. Fən daxili, fənlər arası, fən üstü inteqrasiyanı xəbərdar olmalıdır. Metodiki tövsiyələrdən istifadə etməlidir. Yəni bizim hal-hazırda məktəblərdə tətbiq olunan metodist adlı bir proqram var. Yəni məktəbdə metodistlər var, sağ olsunlar, onlar müəllimlərə həqiqətən çox kömək edirlər. Gəlin başlayaq indi təlim nəticələrindən danışmağa. Bir dəqiqə, üzr istəyirəm. İstəyirəm optimal vəziyyətdə saxlayım ekranı sizin üçün. Aha. Baxın, ümumi təlim nəticəsi nədir? Əslində biz bütün tədris ili boyunca təlim nəticələri reallaşdırmağa yönəlmişik. Təlim nəticəsi nədir? Öyrənilməsi əvvəlcədən nəzərdə tutulmuş təlim nailiyyətlərin konkret bir səviyyəsidir. Burada sizə izah verib. Ümumi təlim nəticələri şagirdlərin bilik, bacarıq, vərdişlər üzrə, hər bir tədrisin səviyyəsi üzrə, təhsil səviyyəsi üzrə və o təhsil səviyyəsi sonu üçün təlim nəticələridir. Bu elmi izahıdır. Bəs biz müəllim kimi buradan nə başa düşməliyik? Baxın, biz hər hansı bir təlim nəticəsi qoyuruq. İndi siz sıfırdan başlayanlar və ya əvvəlki müəllimlər, siz daha yaxşı bilirsiniz təlim nəticəsi nədir, necədir. Amma yeni müdavimlərə deyək, tutaq ki, bizim təlim nəticəmiz odur ki, şagird, mən riyaziyyat müəllimi olduğu üçün özümdən deyim, sadə riyazi hesablamalar apara bilir. Vəssalam, təlim nəticəsidir. Mən bu təlim nəticəsinin çatmaq üçün, reallaşdırmaq üçün müəyyən hərəkət və hərəkətsizliklər edirəm. Yəni təlim keçirəm, dərs keçirəm, uşaqlara hesablamalar öyrədirəm, hesablama üsullarını öyrədirəm, əməllər ardıcıllığı, toplama, çıxma, vurma, bölmə, sadə hesablamalar, natural ədədlər üzərində. Və bu təlim nəticəsini deyirik ki, nəticələrə əvvəlcədən məlum olan. Bəzən bunu yeni müdavimlər başa düşə bilmirlər.
Nəticələri əvvəlcədən məlum olan o demək deyil, şagirdin Aytənin, Əlinin, Ayselin, Tahirin, Vüsalın, Pərvizin, Səbinənin nə öyrənəcəyini əvvəlcədən bilirik. Xeyr, şagird nəyi, necə, hansı səviyyədə öyrənməlidir? Müəllimin vəzifəsi nədir? Hansı səviyyədə öyrətməkdir? Təlim nəticəsində müəllim şagirdə hansı nöqtədən hansı nöqtəyə gətirməlidir? Təlim nəticəsi budur. Şagird natural ədədlər üzərində 2 rəqəmin 2 rəqəmiyə vura bilir. Amma 2 rəqəmli 3 rəqəmliyə vurmağı öyrənməlidir. Demək, təlim nəticəsini gətirəndə müəllim 2 rəqəmli 2 rəqəmlidən vurmadan 2 rəqəmli 3 rəqəmliyə vurmaya keçirdi. Yəni əvvəlcədən məlumdur hansı nəticəyə gəlmək istəyirik. Bu deməkdir. Təlim nəticələri. Burada izah verilibdir. İstəsəniz özünüz o izahdan da baxa bilərsiniz. Gəlirik məzmun xəttinə. Hər bir fənnin məzmun xətti var. Riyaziyyatın 5, Azərbaycan dilinin 4, məsəl üçün fiskanın 4, fiskanı bilmirəm, təqribi deyirəm və s. və ilaxır. Məzmun xətti nədir? Fənnin ümumi təlim nəticələri reallaşdırmaq üçün müəyyən olmuş məzmunun zəruri hissəsidir. Heç vaxt dəyişmir. Şagirddə formalaşdıra biləcəyi bacarıqları müəyyən edir. Ana xəttir, leytmotivdir. Baxın, biz təhsil həyatımız boyunca 1-ci sinifdən 11-ci sinifə qədər 4 təhsil səviyyəsindən keçirik. Məktəbə qədər hazırlıq, orada elə bir təlim nəticəsi yoxdur, ora məktəbə adaptasiya dövrüdür. İbtidai təhsil, ümumi orta təhsil və 11 illik tam orta təhsil. Baxın, biz Azərbaycan dilini ana dili olaraq 1-ci sinifdən öyrənməyə başlayırıq. Və bunlar 1-ci sinifdən 11-ci sinifə qədər eyni formada qalır. Dinləyib anlama, danışma 1-ci sinif. Oxu bacarıqları 1-ci sinif. Yazı bacarıqları 1-ci sinif. Dil qaydaları 1-ci sinif. Yenə dinləyib anlama 6-cı sinif. Oxu qaydaları 6-cı sinif. Hər yerdə var bu. Necə deyə bilərik? Məsələn, biz uşağa hər hansı bir nağıl danışırıq. Mətin qoyuruq, səsli mətin. Bu əvvəllər ifadə kimi idi, indi yadında saxla və yaz kimidir. İndi Azərbaycan dili müəllimləri varsa səhvimi düzəldərlər, mətin qoyuruq. Uşaq o mətindən müəyyən hissələr yadında qalırsa dəftərinə yazır və ya oradakı müəyyən sözləri yadında saxlayır, ümumi yadında saxlayır, bizə nağıl edir və s. Oldu mu dinləyib anlama? Yazı, hüsnü xəttə yazırıq. Uşaq əvvəlcə nöqtələri başlayır, sonra xətlərə keçir, sonra xətləri birləşdirir, hərflər yazır. Oldu mu yazı? Deyir, say müəllim, bəs 6-cı sinifdə nə yazı? 6-cı sinifdə də yazı qaydaları, orfoqrafik qaydalarla yazı. Oxu, yenə deyirəm, Azərbaycan dil müəllimləri varsa özləri rəy yazarlar ki, müəllim, bəs burada bu. Oxu. İbtidai sinifdə sürətli oxu anlayışı var. Müəllim 1 dəqiqəni qoyur və məsəl üçün 10 dəqiqə ərzində, 10 dəqiqə heç vaxt heç bir uşaq ayırmaq olmur. Sinifdə 30-35 Bakıda daha çox şagirdlər olur. Yenə regionlarda 25-30 olursa da mən regionda oxumuşam. 30 şagird olmuşuq, sonra 30 olmuşuq. Amma Bakıda bu vəziyyət daha çətindir. Bir şagirdə 1 dəqiqə vaxtları, o vaxt ərzində şagird neçə dənə söz oxuya bilir. Dil qaydaları, ahəng qanunu, qalın inci saitlər və s. və ilaxır. Qaydalar. Biz 1-ci sinifdən 11-ci sinifə kimi öyrəndik. Gəlirik, burada alt standart gəlir, gözümüzə dəyir. Baxın, əziz mənim müdavimlərim, alt standart təlim nəticəsinin çıxdığı yerdir. Biz təlim nəticəsini alt standartdan çıxardırıq. Yəni, biz təlim nəticəsi çıxartmaq istəyiriksə, alt standartı düzgün qoymalıyıq. Və bizim çıxartdığımız təlim nəticəsi alt standartdan kənara çıxa bilməz. Alt standart sinif və fənlər üzrə summativ qiymətləndirməni aparmanı təmin edir. Sualları hazırlayarkən alt standartdakı bilik bacarıqlara diqqət etməliyik. Təlim nəticəmiz də alt standartımıza uyğun olmalıdır. Demək, alt standart nəyə xidmət edir? Sondakı qiymətləndirmədə alt standart bizə xidmət edir. Baxın, burada qeyd olunubdur məzmun xətti. Bizdə müəyyən kodlar yazılır. 3.2.1, 3.2.3, 1.1.1. Birinci gələn həmişə, yəni bu altını nəzərə almayın. Burada birinci gələn həmişə olur məzmun xətti. İkinci gələn standart. Üçüncü gələn məzmun standartı və ya alt standart. Və ya təlim nəticəsində bu ən sonda gələn alt standartdan çıxarılır. Baxın, dövlət standartları haqqında
burada bir mövzumuz var. Dövlət standartları nədir? Dövlət standartları dövlətin bir dəqiqə rəngimizi seçək. Dövlət standartları nədir? Dövlət standartları dövlətin tədrisin proqramına belə deyək, dövlət standartları tədrisin təşkilinə, idarə olunmasına, tədrisinə qoyduğu dövlət tələbidir. Dövlət standartları ilk dəfə 2013-cü ildə qəbul olunub. 5 il sonra 2018-ci ildə dəyişiklik edilib. Bir də 2024-cü ildə dəyişiklik edilib. Baxın, dövlət standartları niyə dəyişir? Dövlət standartları o zaman dəyişir ki, əgər dövlətin qoyduğu standartlar, tədris proqramı standartlarla üst-üstə düşmürsə və tədrisin gedişatında yeniliklər varsa, kurikulumlarda dəyişikliklər varsa, dövlət standartları ona müvafiq olaraq dəyişəcək. Bunu heç vaxt unutmayın. Yoxsa durduq ki, dövlət standartını dəyişmirlər. Ən son 2024-cü ilin dəyişikliyi bu belə deyək də informasiya texnologiyanə əlaqədar idi. Amma 311-ci nömrəli qərardan Azərbaycan Respublikasının ömür boyu təhsil üzrə klassifikasiyasına əsasən hazırlanmışdır 2018-ci ildə. Dövlət standartlarına baxaq. Birincisi, dövlət standartlarından başlamamışdan qabaq, burada bizim səriştələr çıxır qabağımıza. Səriştələr, baxın, nədir bu səriştələr? Səriştə təhsil prosesində və həyatda mənimsəlinmiş hər hansı fəaliyyət sahəsi, eləcə də şəxsi inkişaf, sosiallaşma, cəmiyyətə inteqrasiya, məşğulluq, ömür boyu təhsil üçün zəruri olan bilik, bacar və vərdişlərdir. Bu oldu bunun elmi əsası. Bəs nədir səriştə? Səriştə şagirddə tədris həyatı boyunca formalaşdırılmağa çalışan bacarıqlar, dəyərlər məzmunsudur. Yəni, ona həyatı boyunca lazım ola biləcək əsas bünövrə hərəkətlər, düşüncələr, qabiliyyətlər və s. 3 cür bizim səriştəmiz var. Birinci səriştəmiz təfəkkürlə bağlı, ikinci səriştəmiz fəaliyyətlə bağlı, üçüncü səriştəmiz dəyərlə bağlı. Səriştələr haqqında geniş bu tərəfdə ikinci səhifəmizdə izah eləyəcəm. İndi qaydaq biz burada digər standartlardan danışaq. Standartların içində pedaqoji prosesin təşkilinə qoyulan tələblər var. Hansı tələblərdir? Pedaqoji prosesin tamlığı. Müəllimin keçdiyi dərs həm öyrədici, həm tərbiyəci, həm inkişaf etdiricidir. Bu nə deməkdir? Biz uşaqlara hər hansı bir mövzunu, riyaziyyatın hesablanmasını, məsələn, müxtəsər vurma düsturlarını öyrədirik. Biz əgər müxtəsər vurma düsturlarını şagirdlərə izah edirik, formativ formada, formal formada əzbərlədirik. Amma açılışını, hardan gəldiyini, hansı mövzularda inteqrasiya olunacağını öyrətmiriksə, öyrədirik, amma yarımçıq. Yəni, pedaqoji prosesi tamlığı olmadı. Tərbiyə edici. Biz dərs keçərkən sinif daxili qaydalara, etik normalara, etik qaydalara, təhsil alanın vəzifələrinə uyğun olaraq tədris prosesini aparmalıyıq. Yəni, mən dərs keçirəm, sinifdə, müxtəsər vurma düsturlarından danışdıq, elə ondan da gedək. Amma şagird arxada səs-küy salır, tədris prosesini pozur, fikir təhsildən yayınır, yoldaşı ilə söhbət edir. Öyrətdim, amma tərbiyə edə bilmədim. Əgər sinifdə tam əlbəttə ki, tədris prosesində işgüzar səs-küy olmalıdır, uşaqlar dərsə qoşulmalıdır, bizim suallarımız inteqrativ olmalıdır, belə deyək, interaktiv olmalıdır, belə deyək, düzgün ifadə eləyək, inteqrativ yox, interaktiv olmalıdır. Amma orada işgüzar səs-küydən kənar uşaqlar bir-birinə söhbət edirsə, bu tərbiyə edici olmadı, bu tərbiyədən kənar oldu. İnkişaf etdirici isə bizim öyrətdiyimiz məlumat uşağı bir nöqtədən başqa nöqtəyə daşımalıdır. Bayaq təlimlə sizə dediyim kimi. İbtidai sinifdə üzünü oxumağı öyrənən şagird, yazmağı, nağıl etməyi, dil qaydalarını öyrənən şagird artıq ibtidai təhsil səviyyəsini bitirdikdən sonra ikinci səviyyədə, ümumi-orta səviyyədə bunu daha da təkmilləşdirməlidir. Yəni, inkişaf etdirici olmalıdır burada. Bərabər imkanların yaradılması və ya bərabər imkanlılıq. Hər bir şagird üçün, hər bir təhsil alanı üçün məktəbin infrastrukturu, təhsil verənlərlə əlaqə, ünsiyyət eyni səviyyədə bərabər olmalıdır. Hər bir şagird üçün eyni təlim, belə deyək, şəraiti təmin olunmalıdır. Hər bir şagirdin maraq, meyil və istiqamətləri nəzərə alınmalıdır. Az öncəki dəqiqələrdə biz dedik,
təhsilin şagird yönümlü olmasından keçir. Bax burada söhbət, bax buradan gedir. Nə deməkdir? Tutaq ki, informatika dərsdir, alqoritm və sistem dərsdir. Sinifdə kifayət qədər alqoritm otağında və ya sistem otağında kifayət qədər avadanlıq yoxdur. Biz dəqiqəmizi, saniyəmizi, dərsimizi elə bölüşdürməliyik ki, sinifdə 30 şagirddən heç olmasa hərəsi 1 və ya 2 dəqiqə avadanlıqdan istifadə edə bilsin. Və sinifi günlərə bölməliyik. Birinci günləri A qrupu istifadə eləməlidir avadanlıqlardan, ikinci günü B qrupu. Və ya bizim müəllimlərin ən çox buraxdığı səhv nədir? Ən çox biz üstünlük veririk, biz yox. Yəni qeyri-peşəkar, mən həmkarlarıma qeyri-peşəkar demək istəmirəm. Amma bəzən olur da, bəzi müəllimlər ancaq yaxşı oxuyan şagirdlərlə işləməyə üstünlük verirlər. Bax, bu da bərabər imkanlığı pozur. Biz hər kəslə bərabər vaxt bölüşməliyik. Şəxsiyyət yönümlülük. Bizim verdiyimiz təhsil alanın idraki, ünsiyyət və psixomotor fəaliyyəti əsasında həyata keçirilməli və onda irəliləmələr qeyd alınmalıdır. Həmçinin onlarda milli və bəşəri dəyərlər formalaşdırılmalıdır. Baxın, idrak düşünmə, ünsiyyət insanlarla əlaqə, emosiyaların idarə olunması, psixomotor əl-ayaq bacarıqlarıdır. İdraki fəaliyyət nədir? Riyaziyyat, fizika, kimya, biologiya, Azərbaycan dili, tarix, coğrafiya kimi bacarıqlar. Onların təməl bilgilərini öyrətmək idrakidir. Şagirddə yaradıcılıq, düşüncə, intellekt səviyyəsi yaratmaq idrakidir. Ünsiyyət nədir? Yoldaşları ilə ünsiyyət, emosional vəziyyətin idarə olunması. İndi ünsiyyət haqqında biz keçəcəyik, öyrədəcəm onları. Psixomotor fəaliyyətləri isə əl, ayaq motorika, barmaq, əl barmaqları motorikası, yəni təsvirincə sənət, texnologiya, hətta sistem, alqoritm dərslərində, alqoritmdə yox, sistemdə daha çox olur bu, yaradıcılıq fəaliyyəti, sonra fiziki tərbiyə dərslərində motorika. Biz az öncə şagird yönümlülükdən danışdıq. Mən bir də burada şagird yönümlülüyün üstündən yüngülcə keçəcəm. Təhsil standartları elə qurulmalıdır ki, təhsil alanın arzu, maraq, gələcək fəaliyyəti, potensial imkanları, onun diqqət səviyyəsi nəzərə alınsın. İnkişaf yönümlülük. İnkişaf yönümlülük nədir? Baxın, inkişaf yönümlülük şagirdin təhsil nailiyyətlərinin təhlili nəticəsində ona perspektiva yaratmaqdır. Müasir indi 2025-2026-cı ildə biz BSG-ləri və KSG-ləri hər BSG, KSG-dən sonra təhlil edirik. Sinifdə neçə şagird? Məsələn, 16 sual qoymuşam. Sinifdə 32 şagird var. 16 sualı, birinci sualın 32 şagirddən 30-u, ikinci sualı 28-i, üçüncü sualı 27-si, beşinci sualı 32-si, 10-cu suala sadəcə 8-i doğru cavab verib. Təhlil etməliyəm. Niyə? Nailiyyətləri təhlil etməliyəm. Deməli, mənim tədris etdiyim proqramda müəyyən mövzular var ki, bu ola bilsin asan mövzulardır və ya tez başa düşüləndir və ya mən yaxşı izah etmişəm və ya şagirdlərə daha maraqlı olub tez öyrəniblər. Bəs bu 10-cu sual niyə şagirdlərdə sual işarəsi altında qalıb? Bax, biz bunu aydınlaşdırıb şagird üçün yenidən öyrənmə prosesinə keçməliyik və onlar üçün yeni köhnə üsulumdan başa sala bilməmişəmsə, yeni üsul tapmalıyam. Yanaşma tapmalıyam, uşağı necə öyrədim? Fəaliyyətin stimullaşdırılması. Fəaliyyətin stimullaşdırılması nədir? Baxın, təhsil prosesində səmərəliliyin artırılması üçün onların nailiyyətləri izlənməli və dəyərləndirilməlidir və həmin istiqamətdə tədbirlər görülməlidir. Bu, baxın, burada dəyərləndirmə dedikdə nə nəzərdə tutulur? Formativ qiymətləndirmə, sadəcə dəstəkləyici sözlərdən ifadə etmə. Formativ qiymətləndirmə nədir? Siz bilirsiniz ki, artıq gündəliklər aradan qaldırılıbdır. Biz formativ qiymətləndirməni dəstəkləyici, belə deyək də, necə deyim, konstruktiv rəy olaraq da verə bilirik. Bu gün sən çox yaxşı çalışmısan. Məncə sən bugünkü dərsi mükəmməl başa düşdün, çünki dərsdə çox diqqətli idin. Afərin, bu düsturu doğru yazmısan. Düsturu doğru yazmaqdakı məncə sənin üstünlüyün ona görə oldu ki, sən evdə bu dərsin üzərində çox çalışmısan. Konstruktiv rəy yaradırıq. Və ya uşaqlara kiçik stikerlər, bu məcbur deyil bunlar. Bunlar sadəcə necə stimullaşdırılır. Onlar arasında yarışmalar keçirtmək, uyğun müvafiq qaliblərə sertifikatlar, medallar, təltifnamələr, təşəkkürnamələr vermək və s. Bunlar hamısı stimullaşdırmanı yaradır. Dəstəkləyici mühit nədir? Dəstəkləyici mühit
şagirdlər üçün zəruri infrastrukturun və sağlam psixoloji mühitin təhlükəsizliyin və yaradıcı şəraitin təmin edilməsidir. Baxın, bu yaradıcı şərait bu sözü bu yenilikdə daxil oldu. Ən son dövrdə daxil olub bura. Baxın, nə deməkdir bu? Birinci, biz təhlükəsiz mühitdə uşağa dərs keçməliyik. Yəni, sinifdə müəyyən şagirdin avadanlıqlar şkaf üstünə aşırsa, patoloq üstünə tökülürsə və ya uşağa cərəyan toxunacaq, zərər toxunacaq, biz fiziki zərər verəcək və ya mənəvi zərər verəcək mühit varsa, biz orada sağlam dərs mühitindən danışa bilmərik. İlk öncə biz uşaqlar üçün dəstəkləyici mühit yaratmalıyıq. Dəstəkləyici mühit. Dəstəkləyici mühitin yaradılması, yəni sağlam mənəvi psixoloji mühitin yaradılması biz müəllimlərdən asılıdır. Şagirdlər arasında düzgün rəftar, etik qaydaların, etik normaların qorunması, bullyingə icazə verilməməsi, zorakılığa icazə verilməməsi, eyni ilə şagirdlər arası bullyingdən əlavə müəllimin də şagirdlərə qarşı mədəni, səbirli, təmkinli davranması. Aydındır. Bundan da biz danışdıq, inklüzivlik, fiziki, psixi, intellektual, sağlamlıq imkanlarından asılı olmayaraq bütün şagirdlərin bərabər olması. Yəni, inklüziv təhsilin əlçatan olması, üzr istəyirəm, bərabər olması, əlçatan olması. Yəni, uşaqların öyrənmək bacarığından, öyrənmək formasından, tədrisi mənimsəmə stilindən, psixi vəziyyət uşaqlar burada biz burada üzr istəyirəm, dönə-dönə fiziki məhdudiyyəti olan valideynlər səhv başa düşməsin. Burada əqli gerilik uşaqlardan getmir. Bəzi uşaqlar var ki, aqressiv təbiətlidir. Bəzi uşaqlar var ki, içinə qapanıqdır, utancaqdır, oxuduğunu danışa bilmir. Bəzi uşaqlar var ki, aşırı dərəcədə hiperaktivdir. Çox bildiyini həmən doğrudur və yanlışdır düşünmədən bizə ötürməyə çalışır. Bunların hamısı psixi vəziyyətdir. Fiziki vəziyyət, fiziki məhdudiyyətlikdən kənar otura bilməyən uşaqlar var part arxasında. Bu uşaq sadəcə ayaq üstə dayanır, yazır ayaq üstə. Yəni, biz hər cür vəziyyəti nəzərə almalıyıq. Məktəb valideyn əlaqəsi isə birbaşa bizimlə əlaqədədir. Əziz mənim dəyərli həmkarlarım, şagirdlərin nailiyyətlərinin, müvəffəqiyyətlərinin və müvəffəqiyyətsizliklərinin, geriləmə və irəliləmələrinin valideynlərə mütəmadi. WhatsApp qrupları üzərindən həftəlik ötürə bilərsiniz. Tez-tez valideynləri məktəbə dəvət edə bilərsiniz. Müəyyən dəyişikliklər hiss etdiyiniz şagirdlər barədə. Bu vacib deyil, siz sinif rəhbərsiniz ya yox. Fən müəllimi olaraq da sizin buna ixtiyarınız var. Uşaqların problemləri ilə biz uşaqların valideynlərini eləməliyik, tanış etməliyik. Və ən sonuncu, mən burada part 2 çəkəcəm, çünki yarım saatı keçir. Sizə də izləmək darıxdırıcı olmasın deyə part 2 formasında edəcəm. Baxın, səriştələr az öncə vurğuladım. Dedim, 3 cür səriştə var. Təfəkkür, fəaliyyət, dəyər. Təfəkkürə baxın. Təfəkkürlə bağlı olan səriştələrimizə baxaq. Baxın. İlk öncə gəlin buradan başlayaq. Yaradıcılıq, tənqidi, problem, qərar, müstəqil öyrənmə. Deyərsiniz ki, müəllim, biz bunu necə yadda saxlayaq? Baxın, beyin ilə həll oluna biləcək bütün fəaliyyətlər təfəkkürlə bağlı olan səriştələrdir. Yaradıcılıq nədir? Əşyaları qeyri-adi istifadə etmək, əşyalara... Məsələn, gəlin bunu mən burada zaten sizə elmi formada verib. Gəlin mən belə deyim. Uşağın əlində dəftər var. Uşaq dəftəri oyuncağa çevirir. Uşaq dəftərin üzərinə özünə aid bəzəklər əlavə edir. Uşaq dəftəri məsələn, həndəsə dərsində müstəvi kimi göstərir, paralelipiped kimi göstərir, ifadə edir. Uşaq dəftərdən hər hansı bir layihəni düzəldəndə bir əşya kimi istifadə edir. Tənqidi düşüncə. Baxın, uşaq eşitdiyi informat. Mən deyirəm ki, ağacın yarpaqları qırmızıdır. Aha, baxın, tənqidi təfəkkür. Uşağın bildiyi və yeni informasiyanı uşaq düşünür. Mən indiyə kimi anadan olmuşam, mənim 6 yaşım var. Mən hələ qırmızı yarpaqlı ağac görməmişim. Əksəriyyət ağaclar, uşaq qayda edir, ay müəllim, siz doğru demirsiniz, ağacın yarpaqları yaşıldır axı. Baxın, tənqidi yanaşdı. Fikrini əsaslandırır. Bəli, müəllim, çünki mən yolda gələrkən payızda çıxmaq şərtdən ağacların yarpağını yaşıl görmüşüm. Məncə siz ziddiyyətləri müəyyən edirik arada uşaq. Yaxşı ilə pisi seçir, doğru ilə yanlışı seçir, ziddiyyətlər budur. Və son nəticədə dəlilə əsaslanır. Səhərsi gün gəlir bir yarpaq qopardır, gətir. Baxın, müəllim, siz deyirdiniz qırmızıdır, mən dəlil gətirmişəm, yarpaq yaşıldır. Problem həll etmə. Mən deyirəm ki, bugün sinifimizdə
Uşaqların çoxu gəlməyib, mən yeni dərs keçməyəcəm. Mən problemin həllini irəli sürürəm. Uşaqlar, istəyirsinizsə sizə 2 variant verirəm. Ya yeni dərs keçək və ya vəsər vilaxırda və ya belə qoymayaq bunu. Necə qoyaq sizə? Uşaqlara bir puzzle verirəm. Bu puzzle yığmaqlarını xahiş eləyirəm. Şagirdlər ilk öncə puzzle tökürlər ortalığa və başlayır müzakirə eləməyə. Necə həll edə bilərik? Fərziyyələr irəli sürürlər. Sonra biri deyir ki, gəlin bu puzzle, yəni yığarkən kənarlardan başlayaq. Həll alqoritmi irəli sürdü uşaq. Digəri deyir, yox, kənarlardan başlayaq, düzdür. Amma siz kənarlardan başlayanda biz bütün parçaları tərsinə çevirək ki, görək də hansı rəngdən tutuşur. Problemin həll yollarını optimal üsul axtarır. Ən sonda isə konstruktiv şəkildə problemi həll edirlər. Qərar qəbul etmə. Uşağa dondurmalığa gedirsiniz. Deyirsiniz ki, pulumuz 2 manatdır, 2 manat dəyərində nə istəsən, hansı dondurma istəsən alacam. Artıq biz uşaq qərar qəbul etmədə iştirak etdirdik. Necə iştirak etdirdik? Biz artıq ona 2 manat limitini qoyduq. Uşaq artıq seçərkən 2 manat seçəcək. Uşaq 2 manatlıq dondurmalara yaxınlaşır. Bu meyvəlidir, bu şokoladlıdır, bu balandır, bu feşmandır, bunun həcmi 35 qramdır, bu 40-dır, bu 50-dir, bu böyükdür, bu kiçikdir. Bütün cəhətləri proqnozlaşdırır. Qərar qəbul edəndə qarşılaşdırır. Əsaslandırır. Mən əslində meyvəli dondurmanı çox da sevmirəm. Mən şokoladlı və ya vanillini sevirəm. Qərarını proyektlə. Ən sonda isə seçdiyi dondurmanı, yediyi dondurmanın yaxşı və pis çıxmasının, yəni seçimi özü etdiyi üçün məsuliyyətini də özü daşıyır və məsuliyyət hissini alır uşaq. Müstəqil öyrənmə kiçik yaşlardan uşaqlarda var. Müstəqil öyrənmə nədir? Uşağın qabağına oyuncaq atırsan, oyuncaq başqa cür yığılmalıdır, amma uşaq sənin atdığın qərarı qəbul etmir. Keçir, oyuncağı sökür, istədiyi kimi yığır. Bu körpə yaşlar üçündür. Uşağa tarixdən hər hansı bilgi veririk. Hər hansı bir araşdırma veririk, gedir onu araşdırır. Araşdırmadan sonra keçir ki, bu çoxdur məlumat. Bunların bəziləri mənə lazım deyil. Lazım olan istiqamətdə gedir və ən sonda optimal öyrənmə üsulunu seçir və öyrənmə keyfiyyətini nə edir? Qiymətləndirir. Sonra gəlir fəaliyyət. Fəaliyyət, ünsiyyət, əməkdaşlıq, rəqəmsal savadlıq, informasiya savadlığı və maliyyə savadlığı olmaqla 5 yerə bölünür, üzr istəyirəm. Ünsiyyət nədir? Ünsiyyət nədir? Danışmaq. Uşaq danışarkən bəli, xeyir, buyurun, xoş gəlmisiniz, çox sağ olun, həmişə təmizlikdə kimi nitq etiketlərini istifadə edir. Ən primitiv. Dinləməyi və öz fikirlərini ifadə etməyi bacarır. Ana dilini və xarici dil bilir. Ana dilində və xarici dildə münasibət bildirə bilir. Baxın, ünsiyyətin ən yüksək səviyyəsidir bu. Əməkdaşlıq, dostları ilə birlikdə kollektiv işləyə bilir. Yəni, qaydalarına bələddir. Kollektivçilik qaydaları nədir? Bir-birini dinləmək, bir-birinə kömək etmək, fikirlərə hörmətlə yanaşmaq və s. vilaxır. Kollektivdə işləməyə bacarır. Yəni, problem çıxartmır uşaq və ya müəllim və ya həmkar. Siz bilirsiniz ki, müəyyən yaş səviyyəsinə çatmış olsa da bəzi insanlar kollektivlə işləməyə bacarmır. Kollektivin məqsədləri üçün çalışır. Yəni, sadəcə özünü düşünmür. İş yerinin, məktəbin və ya özəl sektorda kursda işləyən müəllimdir. Müəllim vicdanla dərsini keçir ki, kollektivin, məktəbin adı yaxşı hallansın və kollektivlə birləşir, liderlik bacarığı müəyyən edir. Yəni, kollektivdə yaranan hər hansı bir problemin həllində qabaqcıl rol oynaya bilir. Rəqəmsal savadlığı ən sadəsidir. İKT bacarıqlarını, informasiya texnologiyalarını, kommunikasiya texnologiyanı tanıyır. Yəni, kompüter nədir bilir, elektron lövhə nədir bilir, planşetlə işləyə bilir, digitalizerlə işləyə bilir, printer, skanner və s. vilaxır. İKT bacarıqlarının ilkin istifadə bacarıqlarının nümayəndə. Yəni, heç olmasa printer görəndə müəllim kserokopiya eləyə bilir, printerdən yazıb nəyisə çap eləyə bilir, Word-də sənədlər işləyə bilir. İKT imkanlarının məqsəd yönünü ifadə edir. Müəllim Word-də yazı yaza bildiyi üçün uşaqlar üçün summativ hazırlayır. Çap edə bildiyi üçün və ya hər hansı bir belə deyək, dizayn proqramında, hər hansı bir tutaq ki, redaktə edə biləcəyi proqramda işlədiyi uşaqlara şəkilli informasiya daşıyıcıları, test vərəqləri, iş vərəqləri hazırlayır. Sonra cəmiyyətin fəaliyyəti üçün İKT bacarıqlarını istifadə edir. Məsələn, mən neynirəm? Elektron formada planşetimi almışam, İKT vasitəsidir. Video çəkirəm, videonu YouTube-a yükləyirəm və mənim videoma baxan digər cəmiyyətin üzvləri bundan müsbət mənada yararlana bilir. İKT bacarıqlarının ən yüksək səviyyəsidir.
İnformasiya savadlılığı. İnformasiya savadlılığı ilə İKT bacarığını qarışdırmayın. Çünki biz informasiyanı sadəcə informasiya texnologiyalarından, kompüterdən almırıq. Digər informasiya mənbələri də var. Kitab kimi, qəzet kimi, heç kim qəzet oxumur, televizor kimi, radio kimi və sair və axır. İnformasiya barədə ilkin biliklərə malik. Yəni informasiyaları hardan alacağını bilir. Kitabxanadan da biz gelib kitablardan informasiya ala bilərik. ChatGPT-dən də informasiya ala bilərik və ya hər hansı bir videoya baxaraq da informasiya ala bilərik. İnformasiya axtarmağın və toplamağın yollarını bilir. Bax, sadaladıqlarımı bilir. Bilir ki, kitabxanaya getsə oradan hər hansı bir elmi kitabı tapacaq, onun üstündə işləyəcək. Üzr istəyirəm. YouTube'da hər hansı bir videoya baxacaq, oradan istifadə edəcək və sair və axır. İnformasiya xassələrindən istifadə edilir. Dinlə bilən, oxuya bilən, oxuna bilən, yazıla bilən, daşına bilən informasiya vasitələrindən istifadə edir. Ona uyğun da məqsədyönlü informasiya vasitələrini öz üçün istifadə edir. Və ən sonda, ən yüksək səviyyəsi informasiya vasitələrinin məqsədyönlü istifadə edir. Məsələn, əziz müdavim, sizlər nə edirsiniz? Özünüzə lazım olan bütün informasiya vasitələrinin məqsədyönlü. Yəni sizə nə lazımdır? Dərs videosu lazımdır, qulaq asasınız, sonra testləri yazasınız, sınaqlar işləyib ki, inşallah miqdə və ya sertifikasiyada yüksək səviyyədə nəticə göstərsiniz. Bu məqsədyönlü informasiyadan istifadədir. Maliyyə savadlılığı adından da göründüyü kimi pul anlayışı, qazanıb xərcləmə, gəlir çıxar anlayışının, gəlir itki anlayışının uşaqda formalaşdırılması əziz müdavimlər. Pul və qənaət barədə məlumatlıdır. Yəni, olduğu pulun hamısını xərcləməli deyil, bir hissəsini sabah üçün ayırmalıdır. Şəxsi büdcəsindən səmərəli istifadə edir. Baxmayaraq ki, 30-40 yaşında müəllimlər, həkimlər olur, amma çox pul qazanır, çox da borcu var. Demək, şəxsi büdcəsindən səmərəli istifadə etmir bu adam. Səmərəli istehlak davranışı nümayiət etdirir. Resurslardan qənaətlə istifadə edir. Məsələn, bu nə deməkdir? Lazım olmayan otaqda işıq yandırmır. İsraf dərəcədə su istifadə etmir. Cüt ayaqqabılar almır. iPhone 15'i var, 15 Pro Max'ı var. Gedib 17 çıxıb 4000 verib iPhone 17 almır. Yəni pulunu lazım olmadıqca, avadanlığı xarab olmadıqca, geyimi köhnəlmədikcə və ya zəruri tələb yaranmadıqca boş-boş xərcləmir. İqtisadi layihələr qurur. Müəllimin ən gözəl iqtisadi layihəsi lotereya oynamaqdır. Müəllimlərin maaşı o qədər azdır ki. Məsələn, mənim öz layihəm nədir? Mən YouTube səhifəmə yazdığım 3 dənə kitaba maliyyə buraxmışam. Onları satışından çox az da olsa gəlir əldə etməyə çalışıram və sair və axır. Ən sonda dəyərlər. Milli kimlik, fəal vətəndaş, şəxsi sosial məsuliyyət, demokratiya və mədəni müxtəliflik. Milli kimlik nədir? Azərbaycanlısan, dövlət rəmzlərini tanıyırsan. Vallahi, billahi, bəzi insanlar tanımır bunu. Dövlət rəmzləri nədir dedikdə bayrağı, gerbi, himni, ordusu və sair və axır bunu bu insanlar bilmir. Dövlət rəmzlərinə, bayrağına, ordusuna, gerbinə, himninə, dilinə, rəmzlərinə hörmətlə yanaşır. Azərbaycançılıq ideyalarını mənimsəyir. Azərbaycançılıq nədir? Azərbaycan xalqının türk dilli xalqı olması, Azərbaycan xalqının qədim tarixə də aid olması, qədim dövrləri, nə bilim, milli mətbəxindən musiqisinə qədər, Qarabağ atından Qarabağ xalçasına qədər, regionlarında yetişən, bitən, tərəvəzinə, meyvəsinə qədər dəyər verir bu insan. Dəyərləndirir, xalqını, millətini yüksək səviyyədə görür. Azərbaycançılıq ideyalarını təbliğ edir. Xalqın, millətin dəyərlərini təbliğ edir. Azərbaycanın içində zaten biz bunu edirik. Söhbət kənarda yaşayan vətəndaşlardan gedir. Yaşadığı fəal vətəndaşlıqdan danışaq. Yaşadığı bölgə və ölkə haqqında məlumatlıdır. Yəni, Azərbaycanın sosial-iqtisadi, strateji mövqeyi, siyasi ideologiyası, dövlət standartları, həyat tərzi və s. Dövlətçilik idarəsi və ənənələri ilə xəbərdar. Yəni, dövlətimiz necə idarə olunur? Parlamentlidir, prezidentlidir, hansı formadadır, hansı hüquqlarımız var, dövlət idarəsinin xalqın rolu nədir? Bunları bilir. Dövlət maraqların qorunması öz rolunu dərk edir. Dövlətin maraqların qorunması bizim rolumuz nədir? Məsələn, ən primitiv ölkənin daxili sirrini kənara çıxartmamaq. Burada da əlbəttə ki, müəllim nə dövlət sirri biləcək? Müəyyən mühafizə orqanlarıdır, müəyyən şəxslərə aiddir bunlar. Azərbaycan elminin, təhsilinin dəyərini bilmək. Müəyyən səviyyədə Azərbaycanlı bir müəllim kimi, gənc bir müəllim kimi deyirəm mən bunu sizə.
Azərbaycanın dövlətinin maraqlarının birinci rolu nədir? Savadlı kadr. Savadlı kadrı olmayan dövlət tənəzzülə məhkumdur. Savadlı müəllimi olmayan xalq tənəzzülə məhkumdur. Bunu dərk etmək lazımdır. Dövlət maraqlarını müdafiə edir. Baxın, dövlətlə hökumət başqa bir şeydir. Hökumət dövləti idarə edir. Dövlət isə bizimdir. Azərbaycan dövlətin maraqlarını müdafiə etmək hamımızın borcudur. Heç kimi dövlətimizə təhqir etməyə imkan verməməliyik. Söhbət kənardan gedir. Torpaqlarımızın, xalqımızın mənafeyini lazım olanda hamının qarşısına qorumalıyıq. Şəxsi və sosial məsuliyyət bu davranış mədəniyyəti haqqındadır. Etika, estetika, əxlaqi davranışlar. Yəni insan davranış mədəniyyətini bilir. Yol gedəndə yerə tüpürmür, zəhləm gedir elə insanlardan. Küçədə yüksək səslə vulqardan, söyüşdən istifadə etmir. Xanımlara, qocalara, yaşlılara, körpələrə qarşı etik davranır və bu tək kişilərin borcu deyil, bu bütün Azərbaycan xalqının borcudur. Şəxsi məsuliyyətini dərk edir. Yəni hər bir insanın şəxsi məsuliyyəti var. Mənim müəyyən yaşa qədər məsuliyyətim valideynlərimə aid idi. Ta ki mən 18 yaşına çatdım, tələbə adını qazandım, mən başladım işləməyə. Marketdə işlədim, kursda müəllim işlədim, miqə verdim, məktəbdə müəllim işlədim, indi məktəbdə müavin işləyirəm. Bu mənim 5-ci işlədiyim məktəbdir. Sabah üçün inşallah direktoram və ya heç deyiləm, ömür boyu müavinəm. Özümə həyat qurmaq üçün öz məsuliyyətimi dərk edirəm, özümə həyat yolu çəkirəm. Şəxs cəmiyyət münasibətlərini şərh edir, cəmiyyət qarşısında. İnsan sosial varlıqdır. Heç kim dümtək yaşaya bilməz. Cəmiyyətlə, düzdür, cəmiyyətdə hər cür insan var, yaxşılıqda sui-istifadə eləyən və s. Cəmiyyətin damarını tutub onlar kimi yaşamaq, ikiyüzlü olmaq lazım deyil. Pisi pis kimi sərhədini qoya bilmək, yaxşı ilə yaxşı kimi rəftar edə bilmək. Cəmiyyətin qarşısına məsuliyyəti şərh edir, sosial layihələrdə iştirak edir, könüllü fəaliyyət məşğul. Bu da ki, könüllülük adından da göründüyü kimi. Demokratiya və insan hüquqlarına hörmət. Demokratiya hər bir Azərbaycan vətəndaşı azaddır. Demokratik hüquqları var, konstitusiya ilə dövlət də bunun təminatçısıdır. Yəni bu hər bir insan öz hüquqlarını bilməlidir. Öz hüquqlarını, vəzifələrini bildiyi halda digər insanların da öz hüquqlarına hörmət elədiyi kimi digər insanların da hüquq və azadlıqlarına hörmət etməlidir. Yəni mənim Azərbaycanda yaşamaq hüququm var, Əlimərdanın da var. Mənim Azərbaycanda oxumaq hüququm var, Gülbadamın da var. Yəni mənim nə hüququm varsa Azərbaycan Respublikasının vətəndaşı pasportu daşıyan hər bir kəsin, şəxsiyyət vəsiqəsini daşıyan hər bir kəsin eyni hüquqları var. İnsan hüquq və azadlıqlarının mahiyyətini dərk edir. Yəni bugün Aytənin hüquqları məhdudlaşırsa, qanunsuz formada, sabah mənimki məhdudlaşacaq. Özünü müdafiə eləməyə bacarır. İnsan hüquq və azadlıqlarını müdafiə edir. Yəni insanlara, cəmiyyətə qarşı olan hüquq pozuntularına icazə vermir. Yolda müəllim gedir, görür ki, bir uşağa qarşı fiziki şiddət var. 1 milyon müəllimin 900.999,999-da hissəsi 100% ona müdaxilə edir. Bir nəfərdə ola bilər ki, onu eləməsin. Bir insan başına bir iş gəlir, yanğın olur, bir hadisə baş verir, tez polisə zəng eləyir, çağırır onu müdafiə eləmək üçün. Haqqın yanında durur, belə deyək. Mədəni müxtəlifliyə hörmət. Biz həmişə demişik ki, Azərbaycan multikulturist ölkədir. Azərbaycanda mədəni müxtəliflik var. Hətta bizim cuşəmizin, ulduzumuzun çox cuşəli olmasının səbəbi nədən ibarətdir? Nə deməkdir orada? Hər biri bizə deyirlər ki, onların hər biri Azərbaycanda yaşayan müxtəlif xalqları, tatları, rusları, ləzgiləri, avarları, inquşları, Azərbaycanlıları, digər xalqları təmsil edir. Yəni bizdə sən ərəb də olub yaşasan, Azərbaycan şəxsiyyət vəsiqəsin varsansa, sən bizlə eyni hüquqlusan. Heç sən Azərbaycan vətəndaşı deyilsən, buradasan eyni hüquqlusan. Sonra elə geniş izah verdim ki, əziz müdavimlər, bura qədər, yəni bu hissədə içində getdi. Birgə yaşayış qaydalarına əməl və ayrı seçkiliyə yol verməmə. Ayrı seçkiyə yol verilməmə odur ki, bərabərlik hüququmuzun pozulmamasıdır. Varlı kasıb, yaxşı, pis, Allah bizdən uzaq eləsin. Ali təhsilli, cahil, oxumamış. Yəni burada cahil deyəndə biraz düzgün ifadə eləmədim mən. İnsanın oxumamaq onu cahil demək deyil. Cahil oxumayana deyirlər. Bir də var kör cahil. Oxuduğu halda cahil olan insanlar. Yəni sosial, iqtisadi, elmi, akademik uğurlardan asılı olmayaraq ayrı seçkiyə yol verilməməlidir. Bircə yaşayış isə hər bir kəsin mənzil toxunulmazlıq hüququna, şəxsi toxunulmazlıq hüququna, həyatına, fəaliyyətinə, işinə,
şəxsiyyətinə hörmətlə yanaşmalıdır və hörmətlə də öz fəaliyyətini davam etdirməyinə mane olmamalıdır. Bəli, əziz müdavimlər, baxmayaraq ki, bizim dərsimizin bir hissəsi qaldı, video çox uzun oldu və sizin üçün darıxdırıcı olmaması üçün videonun ikinci hissəsini qısa bir müddətdə çəkib yükləyəcəm. Əgər kurikulumla bağlı hazırlıq, miq və sertifikasiyaya müraciət etmək istəyirsinizsə, rəylərdə bildirə bilərsiniz. Sentyabrın 1-dən artıq biz hazırlığa başlayacağıq. Hər birinizə uğurlar.